Musa əleyhissalam Adəm əleyhissalama deyir ki, sən cənnətdə o xətanı etməsəydin, biz indi cənnətdə olardıq. Adəm əleyhissalam deyir ki, sən mən yaradılmamışdan qabaq mənim barəmdə təqdir olunmuş bir şeyə mi görə qınıyırsan? Bəziləri bu hədisdən elə başa düşüblər ki, deməli bu hədis dəlildir ki, asilikdə qədəri dəlil gətirmək olar. Çünki Adəm əleyhissalam dəlil gətirdi. Alimlər buna cavab verirlər ki, və bunu da fayda üçün qeyd edim, Şeyxülislam İbn Teymiyyə rahimehullahın kitabı var. Əl-İhticacu bil qədər. Qədəri dəlil gətirmək kitabı. Və bu məsələni orada geniş izah edir. Və alimlər deyirlər ki, Adəm əleyhissalam burada qədəri dəlil gətirir. Öz etdiyi asiliyinə görə yox, başına gələn müsibətə görə. Çünki Adəm əleyhissalamın doğrudan da o xətasına görə cənnətdən çıxması bir müsibət idi, onun başına gələn. O müsibət üçün qədəri dəlil gətirir, asiliyinə görə yox. Nə üçün? Çünki onsuz da o tövbə etmişdi və Allah Azza və Cəllə onun tövbəsini qəbul etmişdi. O asilik ki, ona tövbə edilib və o asiliyə görə edilən tövbə Allah tərəfindən qəbul olunub. Bu asilik üçün qədər nə üçün dəlil gətirilsin? Aydındır?